Salam, hər vaxtınız xeyir əziz şagirdlər, əziz izləyicilər. Hal-hazırda Saçma 2024-də iştirak etmiş və bunun üçün də bizim kitabımıza daxil etdiyimiz suallardan birinə baxmış olacaqsınız. Deməli, bu sualda gedişat necədir? Aşağıdakı 2 və 4-dən deyək 65 alınır, 5 və 8-dən 98 alınır, 1 və 5-dən 124, 7, 8-dən 310 və nəhayət 4, 9-dan bizdən nə olacağını soruşur. Burada deməli gedişat necə eləyərik? Burada ilk olaraq deyək ki, birinci aşağıdakı verilənin birinci rəqəmi, soldan birinci rəqəmi. Deyək ki, 2-nin üzərinə 3 gəlsəm 5 eləyəcək, 5-in üzərinə 3 gəlsəm 8, 1-in üzərinə 3 gəlsəm 4, 7-nin üzərinə 3 gəlsəm 10 və nəhayət 4-ün üzərinə 3 gəlsəm 7 olacaq. Deməli, bizə lazım olan ədədin sonu 7-dir. Burada əslində 2 dənə variant yaranır. Amma biz digər rəqəmlərdə tapmaqda məcburuq deyək. Deməli, nə etməliyik buradan da? Məsələn, 6 qaldı, 5-i tapmışıq artıq. 6 necə alır? Buradan aşağıda verilən, deyək ki, o 2 dənə ədəd ki var, onun aradakı fərqini vurursa. Məsələn, necə olacaq bu? Deyək ki, 4 çıxaq 2, vuraq 3 olur, bərabər 6 olacaq. Digər tərəfdən 8 çıxaq 5, deyək ki, vuraq 3, bərabər 9 olacaq. 5 çıxaq 1, vuraq 3 bərabər 12. Nəhayət, indi 3 sonunda həmsinin 8 çıxaq 7 vuraq 3 eləyəcək. Digər tərəfdən 9 çıxaq 4 vuraq 3 bərabər 15 olacaq. Deməli, axtarılan ədəd 157 D variantı bu sualda.